Əmir-əl-Müminin Əli əleyhissalamdan və Əhl-i Beytdən gələn hədislərdə, ayənin təfsirində gəlir ki, həmin o əraf üzərində olan o şəxslər hamını üzündən tanıyan biz öz şiyələrimizi tanıyırıq. Kim ki bizim vilayətimizi qəbul edib, bizi tanıyıb, biz də onu tanıyacağıq və cənnətə daxil edəcəyik. Əgər kimsə bizi inkar edibsə, biz də onu qiyamət günü inkar edəcəyik. Həmin bu ayə də açıq-aşqardır və bu ayə də açıq-aşqar olandan sonra bu ayənin də təfsirində gəlir. Bu Əmir-əl-Müminin Əli əleyhissalamın haqqında Qurani Kərimdə Allahın etdiyi xəbərdarlıqlardan bir hissəsidir. Xəbərdarlıq eləyir hamımıza. Xəbərdarlıq eləyir ki, məbadə səhlənkarlıq eləyərsiniz onun haqqında. Səhlənkarlıq eləsən, peşmançılığını görəcəksən. Amma səhlənkarlıq da eləməsən, o zaman həmin onun əcrini də görəcəksən. Həmin onun mükafatını da görəcəksən. Amma bu səhlənkarlıq, istər səhlənkarlıq eləyən olsun, istər eləməyən olsun, eləyən elədiyi səhlənkarlığın müqabilini, səhlənkarlıq eləməyən də öz mükafatını təkcə qiyamətdə görməyəcək. Qiyamətdə Allah Teala saxlamır. Ondan əvvəl elə insana bildirir. ببین یا رب که به شوق تو دل خون دیده تر دارم دگر از کوفه و این غربت خدایا عزم سفر دارم ببین یا رب که به شوق تو Ne zaman insana bildirir? Əmir-əl-Müminin Əli ibn Əbi Talib əleyhissalam bu hədis təqribən, yəni Biharın özündə, yəni 40-a yaxın hədis, 40-dan da çox olmalıdır yadımda olan qədərlə ki, bu barədə hədis mövcuddur və hətta bəzi qədim alimlərimizdən bu barədə ayrıca kitab yazırlar. Əsası Əmir-əl-Müminin Əli əleyhissalamın hədisindəndir və digər imamlar da sonradan deyirlər həmin bu sözü. O da budur ki, Əmir-əl-Müminin Əli əleyhissalam Haris-i Həmdaniyə dediyi bir söz var. Hətta bunu sonradan şeir kimi də deyirlər. Ya Haris Həmdani mən yəmut yərəni müminin kanə əv münafiq. Ey Haris Həmdani, kim ölsə məni görəcək, istər mömin olsun, istər münafiq. Həmin Haris-i Həmdani bir gün Əmir-əl-Müminin Əli əleyhissalamın yanına gəlir. Əli əleyhissalamın yanına gələndə Əmir-əl-Müminin Əli əleyhissalam Haris Həmdanini görəndə deyir ki, ma cəə bikə, səni mənim yanıma nə gətirib ey Haris Həmdani, niyə gəlmirsən yanıma? Bu sözü deyəndən sonra Haris Həmdani deyir ki, hubbi ləkə ya Əmir-əl-Müminin. Mənim sənə olan sevgim məni sənin yanına getirib, ya Əmir-əl-Müminin. Mən səni sevirəm deyə sənin yanına gəlmişəm. Bu sözü deyəndən sonra Əmir-əl-Müminin Əli əleyhissalam buyurur ki, ya Haris, ətuhibbuni, ey Haris, məni sevirsən? Bunu deyəndən sonra Haris deyir ki, nəəm, bəli. Bəli, vallahi ya Əmir-əl-Müminin. Bəli, and olsun Allaha, ey Əmir-əl-Müminin, mən səni sevirəm. Əmir-əl-Müminin Əli əleyhissalam 3 dənə yerdə söz verir onu sevənlərə. Bu Haris Həmdaniyə deyilibsə, həm də Əmir-əl-Müminin Əli əleyhissalamı sevən hər bir şəxsə aiddir. Əmir-əl-Müminin buyurur ki, əmə ləv bələğət nəfsükəl hülqum rəeytəni heysu tuhib.
Sənin canın hulqumuva çatanda, sən can verəndə məni nə cür sevmisənsə o cürünə də görəcəksən. شوقم و بی‌تابی که از نوروی تو را بینم. O qədər haqqında zülm olmuşdu ki, əvvəldən Peyğəmbər sallallahu aleyhi və səlləmin dövründə, sallallahu aleyhi və alihi və səlləmin dövründə də ona çoxlu əziyyətlər verirdilər sözlərindən. Peyğəmbərdən sonra da evinə hücum olunur. Evinə hücum olunandan sonra 25 il Əmir əl-Mominin Əli əleyhissalam onun evinə hücum eləyən şəxslərin hakimiyyəti altında yaşamağa məcbur olur. شب قدر آمده یارم. 30 il yaşayandan sonra bu zulümlər altında Əmir əl-Mominin Əli əleyhissalama gəlib İbn-i Mülcəm la'anəhullah qılıncla zərbə vuranda ki, ən azından qılıncla bir zərbə deyil insana. Əmir əl-Mominin bir söz olur. Fustu və Rabbil Kəbə. And olsun Kəbənin Rəbbinə, mən feyzə çatdım, mən qurtuldum. Yəni, həmin bu 30 ilin əziyyətləri, bu dünyanın mehnətləri və bu dünyanın olan iftiraları, yalanları, artıq mən bunlardan qurtuldum. من لرزید به یاد صحن و سرای تو